Salam, hər vaxtınız xeyir uşaqlar. Bu gün biz Dövlət İmtahan Mərkəzinin 8-ci sinif kimya testindən deməli test tapşırıqlarının izahına baxacağıq. Variant A, bölmə 1. Demə başladıq sual 1-dən uşaqlar. Burada bizə iyon verilmişdir uşaqlar. İyonun yükü A. Y elementi verilmişdir uşaqlar. Burada Y elementinin yükü B'dir. X'in burada protonlarının sayı 7 deməli protonu var. Y elementinin də uşaqlar 16 protonu var. Burada bizə bunların qısa elektron belə deyək də uşaqlar formulu verilmişdir. Qısa elektron formulundan biz burada istifadə etməklə iyonların burada X, Y elementlərinin iyonlarının yükünün cəmini tapacağıq. İndi X elementinin daha doğrusu X iyonunun uşaqlar burada yükünü yazaq. Deməli, X elektron formulu baxın. 2S2 2P6'da. Deməli 7 protonu var. Yükünü də bilmirik. Y elementinin də deməli 16 protonu vardı. Qısa elektron formulu da 3S2 3P6 konfigurasiyasına malikdir Y elementini. Biz bu X, Y elementlərinin tam elektron formulunu yazsaq uşaqlar. Tam elektron formulu da deməli 7 1S2 2P6 Y elementinin də tam elektron formulunu yazaq. 1S2 2P6 3S2 3P4. Baxın uşaqlar, burada özünüz bax elektronları deməli toplasaq, biz bilirik ki, bu kiçik rəqəmlər, bu yarım səviyyənin üzərindəki bu yazdığımız kiçik belə deyək rəqəmlər elektronlarının sayını göstərir. Bax, toplasaq 2, 2, 4, 10, 12, 16, X elementi üçündə 10 elektron olduğunu taparıq. Biz bilirik ki, X elementinin elektronlarının sayı, protonlarının sayında burada X-in indeksində yazılır da 10. Yükü də deməli A-dır bilmirik. İndi yükü B-dir bilinmir. Baxın, burada Y elementinin neçə cəmi burada elektron var. Daha doğrusu biz bunu tam yazmalıyıq burada. P6. Çünki burada iyonun elektron konfigurasiyasını biz qeyd edirik də uşaqlar. Ona görə P6 şəklində yazmalıyıq. Baxın, burada toplasaq, baxırıq ki, burada Y iyonunun elektronlarının sayı 4, 10, 12, 18 elektronu var. Bizim də qaydamız var idi. Biz yazırıq ki, protonlarının sayı çıxılsın elektronlarının sayı bərabərdir iyonun yükü. Ya ümumi bu qaydadan istifadə edək uşaqlar. İyonun belə deyək yükü. Baxın, burada 16-dan 8 çıxsa uşaqlar. Deməli 16 Y elementi üçün yazırıq. 16 çıxılsın 18 bərabərdir -2. Bax, burada Y elementinin iyonun yükünü 2 olduğunu tapdıq. Əgər X elementi üçün yazsaq, onda 7 çıxılsın 10, yəni protonlarının sayından elektronlarının sayı çıxırıq. Bərabərdir -3. Yəni bunu da X elementinin yükünün 3 olduğunu, yəni oksidaşma dərəcəsi kimi qeyd edirsə, işarəni ədədin sağında yox, solunda yazırıq uşaqlar. Bu üsuldan da istifadə edib tapmaq, şifahi də tapmaq olar. Şifahi üsulda necə tapmaq olar? Əgər burada biz protonlarının sayı, X elementin protonlarının sayı, baxın, 7 verib, elektronlarının sayı 10'da bizim şifahi üsulumuz var idi. Əgər X elementinin protonlarının sayı 7 isə, 10'da artıbsa, deməli bu 3 elektron orada qəbul edib.
deməli elektron qəbul edərkən də biz bilirik ki, həmişə orada ionun yükü yaxud oksidaşma dərəcəsi mənfi ədədlə qeyd olunur. Niyə? Çünki əgər kimyəvi element elektron qəbul edirsə, uşaqlar onlarda belə deyək də elektronlar mənfi yüklüdür. Mənfi yük artıqlığı əmələ gəlir. Əgər elektron kimyəvi element atomu belə deyək də elektron verirsə, onlar müsbət yük artıqlığı əmələ gəlir. Ona görə də müsbət yüklənir. Biz şifahi tapırdıq da deyirdik ki, əgər kimyəvi element atomu elektron qəbul edirsə, belə deyək, mənfi yüklənir, elektron verirsə müsbət yüklənir. Onun da səbəbi onda belə izah verdim də, müsbət mənfi yük artıqlığının olmasıdır. Əgər elektron qəbul edirsə, onda belə deyək, mənfi yük artıqlığı əmələ gəlir, ona görə mənfi yüklənir. Elektron verirsə, müsbət yük artıqlığı əmələ gəlir. Yenə də burada şifahi şəkildə yenə də məsələn Y elementi üçün 16-dan baxırıq ki, 18-ə keçib. Y-in də bilirik ki, protonlarının sayı burada 16-dır. Elektronlarının sayı 18-dir. Baxın, burada qeyd etmişik də. Bax, burada elektronlarının sayı, protonların sayı qeyd edilir. 16-dan 8-ə keçib ki, bunu yəni 2 elektron qəbul edib burada. Yəni B bərabərdir -2. Burada yenə də burada AB cəmini dediyi üçün uşaqlar A üstə G yüklərin cəmini istəyir də orada. -2 üzərinə gəl -3 bərabərdir -5. Baxırıq -5 variantı. Sonra baxaq. Hansı element 4-cü qrupda yerləşir? Uşaqlar, elementlərin dövrü sistemdə mövqeyinin tapılması qaydası vardır. Bizim onları, hər hansı bizə bir element verilərkən onların tam elektron formulunu biz qeyd etməliyik, paylamalıyıq. Deməli, X elementinin, baxaq, yazaq. Deməli, 1s2 2p3 tam elektron konfigurasiyasına malikdir. Y elementi də 1s2 2s2 deməli Z elementinin də 9 protonu var. S2 2s2 2p5 T elementini də yazsaq, deməli 6 protonu var. L elementi də səhv etmirəm 8-dir. Deməli 2s2 2p4 elektron konfigurasiyasına malikdir. Elementlərin dövrü sistemində mövqeyinin tapılması qaydası var uşaqlar. Xarici elektron təbəqəsində deməli bu axırıncı yarım səviyyələrdə olan belə dövrlərə baxmırıq da, böyük əmsallara baxmırıq. Məsələn, bu 2 ilə 3-ün toplamı toplayırdıq. Deyirdik ki, 2 ilə 3 toplamı 5 elədirsə, bu 5-ci qrup, 2-ci dövr. Yəni, X elementi 5-ci qrupda, 2-ci dövr yazaq burada. Deməli, 5-ci yarım qrupdur. Belə deyək. 2-ci dövr. 2-ci dövr. Y elementində deməli, xarici elektron təbəqəsi baxırıq ki, 2s2 ilə qutarır. Ona görə də deyirik 2 əsas yarım, 2-ci qrup əsas yarım qrup elementidir. 2-ci dövr. Deməli, Z elementində xarici elektron təbəqəsi baxırıq 2s2, 2p5 ilə bitib. 2 ilə 5-in toplamı, yəni bu 2 ilə 5-i topladıq, 7-ci qrup. Deməli, 2-ci dövr. Sonra T elementi də baxırıq yenə. 2-ləri, deməli, 2, 2, 4, 4-cü qrup. Əsas yarım qrup elementidir, 2-ci dövr. Sonra uşaqlar burada deməli belə deyək də
Sonra deməli el elementinə baxırıq. 4-ünə 2 6-cı qrup. Deməli A yarım qrupudur. Dövrü də ikinci dövr. Dövr, yine burada dövr. Deməli dövr. İndi bizdə burada 4-cü qrup dediyi üçün biz 4-cü A qrupu baxırıq ki, T elementidir. 4-cü qrup D variantıdır uşaqlar burada. D variantı. Baxın, burada biz qeyd etmişik, baxın. 4-cü qrupda T elementi yerləşir. Sonra 3-ə baxaq. Deməli, silisium atomu normal halda elektron formulunda müəyyən edir. Silisium atomu normal halda elektron konfigurasiyasını biz yazsaq, uşaqlar. Baxın, orada silisiumun deməli 14 protonu var. Yarım səviyyələr üzrə paylasaq. 3s2 3p deməli 2. Baxın, burada elektronların birinci yarım səviyyədə baxın, burada 2 elektron, burada belə deyək 8 elektron. Deməli 2 ilə 2 4 elektron. Yəni burada bax bu kiçik rəqəmləri də toplaya bilərsiniz uşaqlar. 2, bax bu yazdığımız bu kiçik rəqəmləri belə deyək, baxın bu toplayıb protonların sayını da tapmaq olar. Yaxud da bu belə deyək, təbəqələrdə yerləşən elektronlarının sayı da belə ümumi şəkildə də qeyd edib onları toplayıb 14 olduğunu görərsiniz. Deməli burada bunun elektron formulu 1s2 2p6 3s2 3p2 Y variantı. Sonra baxaq 4-cü, deməli bu 3-cü sualı da qeyd edək. 4-cü sualda nə deyir? D yarım səviyyəsində olan orbitalların sayını müəyyən edin. Uşaqlar, biz bilirik ki, S deməli yarım səviyyəsi bir orbitaldan ibarətdir də. Baxın, biz bilirik S yarım səviyyəsində bir orbitaldan ibarətdir. P yarım səviyyəsi 3 orbitaldan ibarətdir. D yarım səviyyəsi də uşaqlar 5 orbitaldan. Yəni bu da D yarım səviyyə. Əgər P-yi də soruşsa 7 dənə orbital çəkməliyik. Baxın 1, 2, 3, 4, 5, 6, 7. Bu da F yarım səviyyəsinin orbitallarının sayıdır. D-də baxın, deməli neçə orbital var? Deməli S yarım səviyyəsi bir orbitaldan ibarətdir. P 3 orbitaldan ibarətdir. D 5 orbitaldan ibarətdir. F də 7 orbitaldan ibarətdir. D soruşduğu üçün B variantı. Sonra baxaq suallara. Burada deməli atom verilmişdi. 5-ci suala baxırıq. Atomun mərkəzinin uşaqları biz bilirik ki, müsbət yüklü nüvə yerləşir. Nüvənin ətrafında elektronlar hərəkət edir, daim hərəkətdədir. Nüvə isə proton və neytronlardan ibarətdir. Deməli biz burada X deməli nüvə, nüvədə proton və neytronlardan ibarətdir. Neytron. Baxırıq deməli C, Y proton, belə deyək. Yox, neytron yazıb, üzr istəyirəm uşaqlar, protonlardan ibarətdir. Burada proton. Deməli Y proton, nüvə, X nüvə, C variantı. Normal halda 7 tam dolu orbitalı olan atomun neçə elektronu var?
Deməli biz bunu uşaqlar paylaşsa, biz hər hansı bir X elementidir də uşaqlar bilmirik, o hansı elementdir. Demək baxın, paylaşsaq bunu 1S2 3S2 3B. İndi baxın uşaqlar. Deməli 7 tam doğulu orbital. Deməli elektronları da yazaq. Əslində bunu şifahi də yazmaq olardı. 7, hər bir dolu orbitalda 2 elektron var da. Yəni bunu 7-ni 2-yə vurub 14 tam dolu orbital olduğunu taparıq. Baxın, hər bir orbitalda 2 elektron olduğu üçün birbaşa cavab 14 də götürmək olardı. Yəni yazılı şəkildə də göstərmək olardı burada. Uşaqlar, baxın, burada 7 tam dolu orbital olan, burada 3 orbital, baxın, burada 1 orbital, burada 3 orbital, burada 1. Deməli 3, 1, 4, belə deyək, 5, 6, burada da baxın, orbitallarda elektronlarını 3P'də də belə deyək, onda elektronlarının sayı neçə olur? 2, 2, 4. Yəni burada bir dənə tam dolu orbital olur, ikisi orada tək qalır. Baxın, toplamları da bunları orbitalları toplasaq, dolu orbitallardan söhbət gedir uşaqlar burada. Yəni bax, bu orbitalların sayıdır. Deməli 1, 1, 2, 5, 6, 7. Yəni bu əgər burada bir də belə sual versəydi ki, 7 tam dolu orbital atomun neçə protonu var da, onda biz bax bu 2 dənə tək elektronu da nəzərə alıb 3p6-nı götürəcəyik də tam dolu vəziyyətdə. Ona görə burada yəni 16 o cavabını götürəcəkdi. Əgər burada proton sözündən söhbət getsəydi, elektron dediyi üçün biz 14-ü götürürük. Əgər orada proton sözü bir də deyirəm yazsaydı, biz cavab 16-nı götürürük. Yəni tam paylayıb, burada baxın, bu elektronlarının sayı, belə bir balaca bu kiçik rəqəmləri siz toplayacaqsınız uşaqlar. Sonra keçək növbəti sualımıza. Biraz burada sıra pozulub uşaqlar. Deməli 6-cı sualın səhifəsi qaydarıq geri buradadır. 7-ci sual. Normal halda X elementin 15 protonu var, Y elementin 13 protonu var. Bu atomlarda boş orbitallarının sayını müəyyən edin. Uşaqlar, bunları normal halda paylayıb, biz onların boş orbitallarının sayını müəyyən etməliyik. Baxın uşaqlar, X elementinin paylasaq, deməli 1s2 deməli bilən burada 15 dənə bunun protonu var. 3s2 belə deyək 3p3 baxın 2 2 4 10 12 15. Burada boş orbitallar dediyi üçün uşaqlar burada 3D yarım səviyyəsi də var da. 3D burada 0'dır. Baxın, bütün bunların 1s2 doludur da, baxın. Paylasaq uşaqlarla. Deməli, burada tək elektronlarını, baxın, biz burada paylasaq, baxın, bütün burada orbitallar, burada belə deyək də dolmuş vəziyyət. 3p3-də uşaqlar, amma tək elektronlardır. Çünki birinci tək-tək olur. Sonra gedir də orbitallarda elektronları doldurarkən biz birinci tək-tək paylayırıq, sonra onları cüt-cüt doldururuq. 3D-də baxırıq ki, boşdur orbitallar. Deməli, neçədə burada boş orbital var? X-in 5 dənə, burada baxın, 5 dənə orbitalı deməli boşdur. Boş yazaq.
Deməli biz burada 5 var. Ya D-yi götürəcəyik uşaqlar, ya A-yı. İndi Y elementinin içində paylasaq, Y elementinin də deməli elektron konfigurasiyasını yazsaq uşaqlar. 1s2 deməli 2p6 3s belə deyək 3s2 3p1 baxın. Yenə burada 4, 10, 12, 13 protonu olduğunu taparıq. Yəni burada baxın S yarım səviyyəsi dolub, 2S yarım səviyyəsi dolmuş vəziyyətdədir. Belə 2P-də belə deyək dolmuş vəziyyətdədir. S yarım səviyyəsi də dolmuş vəziyyətdədir. Amma burada uşaqlar 3P-dən sonra biz bilirik ki 3D gəlir. 3D sıfırdır, boşdur. P yarım səviyyəsində də belə deyək, bir tək elektron var. Yəni 2 boş orbitallı oradadır. D-də də 5 orbital boşdur. Yəni bu D həm də ümumi çəkəkdə, həm belə deyək, buna elə bir ki, Y elementi həm boşu yuxarıda bir də təkrar çəkməyək. Deməli burada baxın, burada yenə elektronları doldursaq. Yəni burada hamısında belə deyək də böyük çəkək uşaqlar. Səliqəsiz olsa yəqin başa düşülür uşaqlar. Yenə baxın. 3P yarım səviyyəsinə gələndə bir dənə tək elektron olur. D yarım səviyyəsi də sıfırdır, yəni orbital boşdur. Baxın, P yarım səviyyəsində Y üçün 2 boş orbitalı var. 2 boş orbital deyək də. Bir də D yarım səviyyəsində 5 orbital var. Elə bir üzərinə gəlirik. Bir də 5 dənə o D yarım səviyyəsindəki boş orbitalı. Bu da edir toplamı 7. Deməli, baxırıq hansı variantdır? 5, 7 A variantı. Genç başa düşüldü uşaqlar burada. Sonra 3D yarım səviyyəsində 5 elektronu olan elementin dövrü sistemdə mövqeyini tapın. Deməli 3D yarım səviyyəsində 5 elektron elementin dövrü sistemində 3D yarım səviyyəsində uşaqlar 5 elektronu olması deməkdir ki, həmin elementin qısa elektron formulu 4s2 hər hansı bir elementdir də, elə bil ki, biz bilmirik X elementidir. Qısa elektron formu 4s2 3D 5 belə deyək, qısa elektron formuluna malikdir. Bu elementin də biz bilirik ki, dövrü sistemdə mövqeyin tapılması qaydasına görə bu kiçik rəqəmləri toplayırıq. 2-nin üstə 5 gəlsək 7, 7-ci qrup qeyd eləyək. 7-ci B əlavə yarım qrup element. Çünki D elementi yarım səviyyəsi gördüksə, mütləq fikirləşirik ki, həmin element əlavə yarım qrupda yerləşir. Deməli, 7-ci qrup, əlavə yarım qrupu 4-cü dövr. 4-cü dövr. Baxırıq, deməli, 7-ci qrup 4-cü dövr, əlavə C variantı burada. Sonra baxaq. Kalsium atomunda 9-cu suala baxaq. Kalsium atomunda normal halda P elektronları bütün elektronların neçə faizini təşkil edir? Uşaqlar, bunun normal halda elektronlarının belə deyək, tam elektron formullu kalsiumu yazaq. Deməli, kalsiumun baxırıq ki, 20 protonu var. Kalsiumun baxın 20 protonu var. Deməli, 9-cu sual. Deməli, 1s2 tam elektron formulunu yazaq. 1s2 3p6 kalsium 4s2 elektron konfigurasiyasına malikdir. İndi baxın uşaqlar, burada bütün bunun elektronlarından, P elektronları bütün elektronların neçə faizini təşkil edir? 20 dənə bunun belə deyək, neytral haldadır. Daha
20 deməli, həm bunun protonlarının sayı, həm də onun neytral halda elektronları sayılır da, belə deyək. Nə elektron verib, nə burada. Əslində kalsium metaldır, ancaq elektron verir. Neytral halda biz bunun elektronlarının sayı, nə də protonlarının sayı götürürük. Yəni 20 bunun belə deyək, elektronu var. Bu 100%-dirsə uşaqlar əgər. Baxın, protonlarının sayı da uşaqlar. Baxın, burada 6, 2p6 yarım səviyyəsi 6 elektron burada. 3p6 da 6 elektron da burada. Toplamı etdi neçə edir uşaqlar? Bunların toplamı 12 elektron edir. Onda 12 elektron da x faizdir. Burada da hemen faizə çevirsək 12 elektronu deməli 20 12 vurulsun 100. Burada da 1000 200'ü də 20'yə bölsək, burada sıfırlar gedir. Deməli 60%. 60%. Deməli variant baxırıq, A variantı. Sonra 10-cu suala baxaq. 10-cu sualda nə deyir uşaqlar? 10-cu sualda bizə dövrü deməli cədvəldən bir hissə verilmişdir. Göstərilən ox istiqamətində nə artır? Göstərilən uşaqlar biz bilirik ki, yuxarıdan aşağı əgər bu cür çəksəydi, biz deyirik ki, bu qrupdur. Qrupu göstərir də, yuxarıdan aşağı getdiksə biz qrup nəzərdə tutulur. Oxu əgər bu istiqamətdə çəkibsə, bu dövrlər üzrə gedir. Soldan sağa gedirsə, dövrü nəzərdə tutur. Biz bilirik ki, dövrlər üzrə soldan sağa getdikcə atom radiusu həmişə kiçilir. Niyə? Çünki burada atomların, kimyəvi element atomlarının belə deyək, nüvəsinin yükü artdıqca xarici elektron da belə deyək də, xarici elektron təbəqəsindəki elektronlar nüvə tərəfindən daha çox cəzb olunur. Çünki dövrlər üzrə soldan sağa getdikcə onların elektron mənfiliyi artır. Yəni elektron mənfilikdə nə deməkdir? Bir kimyəvi element atomunun, digər kimyəvi element atomuna belə də kimyəvi element atomundan özünə elektron çəkmə xassəsidir. Yəni burada atom radiusu kiçiksə nüvənin yükü böyüməsinə baxmayaraq böyüyür, amma elektronlar nüvə tərəfindən daha çox cəzb olunur. Yəni cəzb olunduğunda üçün də atom radiusu getdikcə kiçilir. Atom radiusu da nə deməkdir? Atom radiusu da uşaqlar birinci anlayışı başa düşək ki, atom radiusu nədir? Bax bizə bir elektron verilmişdir. Bu müsbət yüklü deyirik nüvədən nüvə elektronun belə deyək mərkəzində yerləşir. Proton və neytronlardan ibarətdir nüvə. Deməli, atom radiusu belə deyək də, nüvənin də ətrafında təbəqələri var da, uşaqlar biz bilirik ki, bax, elektron təbəqələridir. Bu təbəqələrdə S, P, D yarım səviyyələr yerləşir. Atom radiusu da nüvənin belə deyək, atomun mərkəzindən xarici elektron təbəqəsində ən uzaq məsafədə yerləşmiş elektrona qədər olan məsafədir. Bu da yuxarıdan aşağı getdikcə yeni elektron təbəqələri meydana çıxır. Xarici elektron təbəqəsindəki olan elektron belə deyək, nüvədən uzaqlaşır. Uzaqlaşdıqca atom radiusu da bu bax buna yazaq radius. Yəni yuxarıdan aşağı getdikcə yeni energetik təbəqələr meydana çıxır. Yeni energetik təbəqələrin meydana çıxması ilə nüvənin mərkəzi ilə ən uzaqda olan o elektrona qədər olan məsafə getdikcə böyüyür. Ona görə atom radiusu həmişə deyirik yuxarıdan aşağı artır. Amma dövrlər üzrə soldan sağa getdikcə xarici elektron təbəqəsindəki elektron nüvə tərəfindən daha güclü cəzb olunur. Cəzb olunduğu üçün də getdikcə atom radiusu yığışır. Niyə güclü cəzb olunur? Çünki dövrlər soldan sağa getsə elementlərdə elektron mənfiliyi oksiləşdiricidir, böyüyür, artır. Böyüdükcə belə deyək də, o daha o xarici elektron təbəqəsindəki elektronu özünə doğru daha çox cəzb edir. Cəzb edirsə də getdikcə yəni o radius yığılır, kiçilməyə doğru gedir. Ona görə göstərilən oks qiymətindən artır deyirsə, atom radiusu artmır, həmişə kiçilir. Qeyri-metallıq xassəsi artır. Biz bilirik ki, qeyri-metallıq xassəsi dövrlər üzrə soldan sağa getsə, qeyri-metallıq xassəsi artır, metallıq zəifləyir. Deməli, metallıq dedik ki, zəifləyir. Çünki yuxarıdan aşağı əgər metallıq artırsa, həmişə qeyri-metallıq zəifləyirdi. Bir-birinə əksdilər də. Qeyri-metallıq da dövrlər üzrə soldan sağa getsə, artanda metallıq zəifləyir. Energetik səviyyələrin sayı da uşaqlar heç vaxt belə deyək də, burada dəyişilmir. Tutaq ki, belə də 1s2, 2s2 yazırıq, sonra yenə 2s2
belə deyək 2P6 yazırıq, 3S2, 3P6 yazırıq. Enerji təbəqələr orada elə dövrləri qeyd edirik də, elə o təbəqələr yerində durur. Yəni dəyişilmir. Energetik təbəqələrin sayı yuxarıdan aşağı getdikcə artır. Yəni qruplar üzrə getdikcə artır. Burada nə artır? Ancaq yalnız 2-ni götürürük də onda. Deməli variantımız yalnız 2-dir. Sonra baxaq. Burada halogenlər üçün hansı ümumi belə deyək də, halogenlər üçün hansı ümumi elektron formulu doğrudur? Uşaqlar, biz bilirik ki, halogenlər 7-ci qrupun yerləşir də, əsas yarım qrup elementlərdə. 7-ci qrupda biz burada necə təyin edirik? Baxın, bu gördüyümüz bu kiçik rəqəmləri toplayaq. 2-ncidə 4 gəldik. Məsələn, burada 6-cı qrupdur. NS2 ikinci qrupdur, NS1 birinci qrupdur. B variantında 2 ilə 3-ün toplamı eləyir 5, 5-ci qrupdur. Amma halogenlər biz bilirik ki, 7-ci qrup əsas yarım qrup elementləri üçün olduğu üçün 2 ilə 5-i baxın bu kiçik rəqəmləri topladıq. 7-ci qrup 7 rəqəm aldığımız üçün deyirik ki, bunların ümumi formulu NS2, NP5-dir. Yəni bu N də burada dövrləri göstərir də. Yəni 2 də ola bilər, 3 də ola bilər. Sonra bax. Suallarımız qalmışdı. İndi uşaqlar buna baxaq deməli. 12-ci sualda nə deyir bizə? X elementi verilmişdir. Y elementi verilmişdir. X elementinin 16 protonu var. Y elementinin 8 protonu var. Bunlar üçün uyğun ortaq, yəni fikirləri də Euler-Venn diaqramını həll edəcək. Bir X elementinə aid olanları 1-ə qeyd edəcəyik. Hər ikisinin olan ortaq fikri 3-ə qeyd edəcəyik. Y elementi üçün tək olan ümumi, ancaq Y elementi üçün aid olan fikri isə 2-yə qeyd edəcəyik. Birinci, əgər bunların protonu verilibsə, mütləq bunlardan biz istifadə edəcəyik də, bunların yarım səviyyələr üzrə paylanmasını göstərək. Deməli, S2 deməli, Y elementi üçün də paylasaq uşaqlar 1S2, 2S2, 2P4 elektron konfigurasiyasına malikdir. Suallara cavab verək. S elektronlarına P elektronlarına olan nisbəti 1-dir. Baxın, Y elementində S elektronlarının toplamı, baxın, 2-nin üstə 2 gəldim, 4. S elektronlarının sayı 4-dür. Yəni, burada S elektronlarının sayı, belə deyək də, belə bir forma kimi göstərək. S elektronlarının sayı 4-dür, P də 4-dür. 4-də nisbəti 1-dir. Yəni, bir fikri burada ancaq Y-yə aiddir də, onu da belə yazaq. 1-i bura qeyd eləyək. Sonra, üçüncü dövr elementidir, uşaqlar. Üçüncü dövr elementi X elementidir. Baxın burada. Biz bilirik ki, baxın burada böyük əmsallar dövrü göstərir. Y elementi də ikinci dövr elementi. Üçüncü dövr elementi oldu X elementi. 2-ni yazdıq bura. Sonra 6-cı qrup əsas yarım qrup elementidir, uşaqlar. X də Y elementi də hər ikisi baxın. Burada yenə fikir verin, topladıq. 2 ilə 4-ü toplanda biz bir elementin dövri sistemdə mövqeyinin tapılması qaydası var da. Burada elektronları S yarım səviyyələri üzərində kiçik rəqəmlər toplayırıq. 2, 4, 6. O qrupu göstərir. Böyük əmsallarda burada 3, yaxud 2, 2 olsun Y elementidir. Bu da dövrü göstərir. Yəni burada da baxın 2 ilə 4-ü toplamı 6 eləyir Y elementində. Deməli hər ikisi belə deyək 6-cı qrup əsas yarım qrup elementidir. Ona görə 3 ortaya yazırıq uşaqlar. Səliqəsiz oldu. Gəlin burada qeyd eləyək onda 1,
2, 3. Deməli 2 bura aid oldu. 3'ə 3 bura aid oldu. 2'yə də 1 aid oldu. İndi baxaq. Baş oksidinin formulu RO3'dür. Uşaqlar, 6-cı qrup elementlərinin baş oksidlərinin ümumi formulu elə istər belə deyək də RO3, yəni burada oksigen nəzərdə tutulmur. Orası məsələn kükürt üçün yazsaq, X elementi üçün yazsaq da bilək ki, kükürdün 6 oksidi var. SO2S. Kükürt 2 oksid var, kükürt 4 oksid var, kükürt 6 oksidin baş oksidi ümumi formulu məsələn kükürtdür də, bunun X16 biz bilirik, əzbərdən bilirik ki, bu belə deyək, X elementi kükürtdür. Yəni bunu ya RO3 şəklində göstərirlər də. Yəni bu ümumi 4 belə deyək də baş oksidinin ümumi formulu əslində belə də oksigenin baş oksidinin formulu yoxdur da, oksigenin valentliyi 2-dir. Ona görə gəlin bunu elə kükürdün altında qeyd edək. 4'ü deməli yazaq 1'in altında. Çünki uşaqlar oksigen sabit valentlidir, axı 2 valentlidir. Ona görə RO3 ancaq burada kükürdə uyğundur. Onda variant hansı olur? 1'ə 2, 4, 2'ə 1, 3'ə variant. Sonra 13'ə baxaq. Qısa elektron formullarını əsas yarım qrup elementlərini müəyyən edin. Uşaqlar, bu bizim qaydamız var idi də. Baxın, bir qutarır burada. Uşaqlar, açaq burada üstündə. Baxın, birinci element 3s2, 3p5 konkurensiyasına malikdir. İkinci element 3d5, 4s2. Üçüncü verdikləri element 3s1 qısa elektron formuluna malikdir. Dördüncü elementində qısa elektron formulu 3d10, 4s. Uşaqlar, biz bildik ki, harda d elementi gördüksə, o əlavə yarım qrupdur da. Yəni biz o variantları götürə bilmərik. Ona görə burada cavab 1, 3'dür. Bax, çünki əsas yarım qrupdan söhbət gedir. 1, 3'dür. Sonra 3 mol CO2 molekulunda elektronların ümumi sayını istəyir uşaqlar. 3 mol CO2 molekulunda elektronun ümumi sayını. Baxın, burada 3 mol CO2 nə deməkdir uşaqlar? 3 mol CO2-də, yəni 3 dənə bunda karbon atomu var. Belə deyək də 3 karbon atomu var uşaqlar. Yəni bu atomların ümumi sayını 3 karbon atomu üzərinə gəlib 6 oksigen atomu var. Elə bilib 3'ü vururuq, bu oksigenin indeksini orada vururuq. Oksigen atomlarının sayını tapırıq. Yəni 3 mol CO2-də 3 dənə karbon atomu var, 6 dənə oksigen atomu var. Onda burada ümumi elektronların sayını uşaqlar görsək, bir karbon atomunda baxın 6 dənə orada proton var, bir oksigen atomunda da 8 dənə deməli proton var. Elə neytral halda elə bunun elektronların sayı da qeyd edə bilərik də. Əslində bu 3 mol CO2 orada rabitə əmələ gələrkən uşaqlar belə deyək də, bir oksigen atomu 2 elektron orada alıb, belə deyək, orada karbon da 4 dənə elektron ortaya qoyur da, yəni elektron verir. Yenə də alıb verilməsi rabitə əmələ gəlməsinə baxmayaraq, burada ümumi elektronların sayı yerində qalır. Onda bir karbon atomunda, belə deyək də, onda 6 dənə elektron varsa, 3'ündə neçə olar? 3 vuraq 6, yəni baxın, 3 vuraq 6, üzərinə gəl, 6 dənə də oksigen atomu var da uşaqlar. Yəni bu, burada karbonun sayıdır. Yenə burada 6 vurulsun 8. Yəni bu da oksigen atomunun elektronlarının sayıdır. Bərabərdir. 3'də 6'ın 18 elektron qeyd edək. Üstünə gəl 6'da 8'in 48 elektron. Deməli, bu da edir 48, 10, 58, 8'də 66 elektron. Deməli, 66 elektron cavab burada 66 götürülür. Sonra 15-ci suala baxırıq. Hansı element atomlarında normal halda bütün elektronlar cütləşmişdir? Uşaqlar, bunların elektron konfigurasiyasını yazaq. Sizə aydın olsun.
Baxın, azotu normal halda elektronlarını biz paylasaq, yəni tam elektron formulunu yazaq azot üçün. Deməli 1s2 GPH oksigen üçün yazsaq uşaqlar. Sonra kalsiyum üçün yazsaq. Kalsiyumda qısa yazsaq uşaqlar. 4s2 ilə qutarır da, tapın uzun olacaq videomuz. 4s2 ilə, yəni 1s2, 2s2 bütün halda elektronlar tam yazaq uşaqlar, başa düşsün. Dört S2, sonra magnezyumu paylasaq 12. Deməli kalsiyumda 20 proton var. Deməli magnezyumda 12 proton var. Üç S2. Demek silisyumda 14. P6 deməli 3S2 3P2 deməli 4 10 12 14 deməli baxaq səhv yazmadıq 4 10 12 kalsiyumda düz yazdıq oksigen 8 azotda 7. İndi baxın normal halda bütün elektronları cütləşmiş olanlar yəni bunlar orbitallar üzrə doldursa, oksigende tam olub, oksigen götürə bilmirik. Azotda da baxın, xarici elektron təbəqəsindəki baxın, P-ləri çəksək, yəni bu 2P yarım səviyyəsidir də, bax 3, yəni 3 tək elektronu var. Oksigende uşaqlar çəksək, belə deyək də, birinci deməli tək-tək də olur, sonra yenə burada tək elektron var. Bax, kalsiyumu götürə bilərik. Baxın, bütün yarım səviyyələrdə 4s2-də, yəni bunu orbitallar üzrə çəksək, hamısı dolmuş vəziyyətdə olacaq. Magnezyumu da uşaqlar götürə bilərik. Baxın, 1s2, 2s2, 2p6, 3s2 dolmuş vəziyyətdədir. Amma silisiumda xarici elektron təbəqəsində uşaqlar, baxın, burada P-yi çəksək, 3P-yi 3P2-dən söhbət gedir burada. Yenə baxın, 2 tək elektron olacaq. Ona görə burada kalsiyum, magnezyum variantlarını götürürük. Sonra 16-cı suala baxaq. Hansı ifadələr S elementləri üçün doğrudur? Uşaqlar yazıb ki, S elementləri yalnız metallardır. Xeyr, çünki uşaqlar, məsələn, hidrogeni biz yazsaq, helyumu qeyd etsək, hidrogen, məsələn, biz bilirik ki, belə deyək, helyum olsun, hidrogen olsun, 1s1 helyum, 1s 2 konfigurasiyasına malikdir də. Yəni bu, ona görə bunlar metal sayılmır. S yarım səviyyəsində digər elementləri yazsaq, kalsiyumu, magnezyumu, lityum, natrium, kalium, bunların hamısı metal sayılır. Yəni yalnız metallardır, bu səhv fikirdir. Üzr istəyirəm. Elektron formulu NS1 və NS2 ilə bitir. Üzr istəyirəm uşaqlar. Yəni elektron formulu NS1 və ya NS2 ilə bitir. Ola bilər, məsələn, lityum, natrium paylasaq, yaxud da ki, indi biz göstərdikdə kalsiyum, magnezyumu paylayanda onlar 4s2, 3s2 ilə bitə bilər. Bu düzgün fikir götürə bilərik, 2-ni götürə bilərik. Əsas yarım qrup elementləridir. Bu da düzgündür. Çünki S elementləri hamısı əsas yarım qrup elementləridir.
Qruplar üzrə deməli 17-ci suala baxırıq. Qruplar üzrə yuxarıdan aşağı artır, azalır, dəyişmir variantlarına baxırıq. Uşaqlar, qruplar üzrə atom radiusu dedikcə yuxarıdan aşağı getdikcə yeni energetik təbəqələr meydana çıxdığı üçün atom radiusu artır. Ona görə 1-ə götürə bilərik. Metalli xassəsi artır, yuxarıdan aşağı uşaqları biz bilirik ki, qruplar üzrə bu cürdür də. Dövrlər üzrə deyəndə soldan sağa düz xətt çəkirik. Deməli, metallı xassəsi də artır, qeyri-metallıq zəifləyir. Qeyri-metallıq deməli zəifliyir olduğu üçün 2-yə yazaq. Valent elektronlarının sayı yuxarıdan aşağı getdikcə uşaqlar heç vaxt valent elektronlarının sayı dəyişmir. Tutaq ki, NS1-dir, NS2-dir, neçədirsə onlar sabit qalır. Sonra dəyişmir deyirsə, onda deyə baxaq da deyə yazaq. Uşaqlar, elektronu cəzb etməsi yuxarıdan aşağı getdikcə dedik ki, yeni elektron təbəqələri meydana çıxıraq uşaqlar. Yeni elektron təbəqələri meydana çıxdıqca da xarici elektron təbəqəsindəki elektronlar nüvədən uzaqlaşır. Yəni atom radiusu orada uzaqlaşır. Onda elektron cəzb etməsi də uşaqlar ona görə zəifləyir. Ona görə də azalır variantına yazaq. Sonra suallara baxdıq. 30-cu 20-ci suallara baxaq. 18-ci daha doğrusu 20-ci sayılı tapşıqları yerinə yetirin yazıb. Burada Y və Z-ni deyir burada tapın. Uşaqlar, biz bilirik ki, X elementini elektron konfigurasiyasını yazsaq, uşaqlar, biz bilirik ki, baxın 1s2 baxın, burada X elementinin deməli normal halda bunun konfigurasiyasını paylasaq. Baxın, birinci burada təbəqə 2s2, 2p6 bir təbəqədir. 3s2, 3p2 də uşaqlar bir təbəqədir. Yəni biz bilirik ki, enerji təbəqələr yarım səviyyələrdən ibarətdir. Burada S də ola bilər, P-də, D-də ola bilər. İndi baxın, burada birinci yarım səviyyə, baxın, burada bu xətt ilə göstərilir də. 7-2 elektron var. Bax, yazdıq 2 elektron. İkinci təbəqədə də 8, bax, bu 2 ilə 6-nı burada toplayırsınız. Bu 8 elektron var. Burada üçüncü təbəqədə 4 elektron uşaqlar. Baxın, 4 elektron var. 3s2, 3p2 ilə qutarmayıb mı burada? Bu kiçik üzdə SP-nin üstə yazdığım kiçik rəqəmlər, dönə-dönə demişəm ki, bu elektronların sayını göstərir. Böyük bir rəqəmlərdən dövrləri göstərir bu əmsallar. İndi baxın, burada deməli Y bərabərdir, onda 2 olur. Yəni birinci təbəqədə 2 elektronumuz var. Deməli Z də bərabərdir 4 elektron. Sonra baxaq. Yəni 1-2-ni qeyd edib də burada Y1-dir. Yəni 1-ə 2 yazırıq burada. Burada 4. Sonra baxaq. Bizə bir dənə atom verilmişdir. Bunların burada Z-in protonların sayı B-dir, S-in protonların sayı 6-dır. Tam dolmuş və dolmamış orbitalların sayı dəyişənlər adı altında qeyd edilib. Lövhəmizi açaq. Uşaqlar, burada baxın bizə. Burada ipucu nə verir? Düşürdüm burada. Belə deyək də. Pozaq. Lövhəni açmışam da pozmuyor. Deməli, S16 bizə ipucu verir burada. Çünki biz burada axı Z-ni, protonlarının sayını bilmirik. Burada S-in tam elektron formunu yazmaqla bunun tam dolmuş orbitallarını, amma tam dolmamış orbitalların sayını tapa bilərik. Bir də uşaqlar, burada x-1-i 2 dəfə təkrar yazıb. Bu Y-dir burada. Bu birinci çap səhvi düşür, bu 2 dəfə ola bilməz. Deməli, S-in normal halda elektron konfigurasiyasını yazsaq, 1s2 3s2, 3p4. Uşaqlar, baxın burada tam dolmuş orbitalların sayı. Burada S2-də də olub, 2s2, 2p6 da olub. Baxın, xarici elektronu çəkək burada.
Burada fikir verin uşaqlar. Deməli P-də bunun bütün orbitalları burada dolmuş vəziyyətdədir. İzah üçün çəkək. Burada baxın. S2 də deməli burada dolub, amma P-də uşaqlar baxın, iki boş orbitalı orada dolmamış. Necə yəni dolmuş orbitalların sayını burada biz yazsaq, dolmuş orbitalların sayını da baxın, 1s2 dolub, 1, 2, 3, 4, 5, 6, 7. Uşaqlar burada x bərabərdir 7 götürəcəyik. Niyə? Bax, bütün bu orbitalların dolmuş orbitalların uşaqlar, bax, sayına baxın, burada bir orbital, burada bir orbital, burada 3 orbital, burada da bir orbital da olub, burada da bir. Baxın, toplamı 1, 1, 5, 6, 7 dənə kükürdün dolmuş orbitalı var. Orada 2 dənə də onun boş orbitalı var uşaqlar. Ona görə boş orbitalların sayında, belə deyək də, onda belə şəkildə görsədə x minus 1-i də gəlin burada tapa bilərik də, z-nin də tam dolmuş orbitallarının sayını buradan tapa bilərik. Vermir z üçün x minus 1, x-i tapmışıq da, onda 7 minus 1 bərabərdir 6. Bunu da z üçün tapdıq uşaqlar. Z-nin tam dolmuş orbitallarının sayını biz yazmaqla z-nin neçə protonu olduğunu tapa bilərik. Onda z üçün də paylasaq görək bu z-nin B, yəni protonlarının sayı neçədir? İpucu verir ki, burada tam dolmuş orbitallarının sayı z 6-dır. Yəni x-i oradan tapdıq, qiymətli yerinə qoyub tapdıq. Onda z-i də burada paylasaq 1s2, 1s2 deməli 2p6, 3s2 deməli 2p6, 3s, belə deyək, 3s2, 3p3. Baxın, niyə 3p3 götürürəm uşaqlar? Çünki z-nin deyir ki, 6 dənə orada, 6 dənə dolmuş orbitalı var. Baxın, burada dolmuş orbitalları z üçün də yazsaq. Baxın, z-nin 3 dənə orada, yenə başdan dolduraq. Deməli, tək dolur. Deməli, 3s, P-də də deməli, baxın uşaqlar, z-nin 3 dənə tək elektronu oldu. Deməli, burada tam olmamış orbitallarının sayı, onda y bərabərdir z üçün. Y bərabərdir 3-dür. Baxın, tam dolmamış orbitalların z-i 3p3 ilə qutarır. Yəni, orada tək elektronların o dolmuş olduğu orbitalların sayı 3-dür. Tam dolmamış orbitalların sayı 3-dür. Onda burada əgər, onda mən bunun, belə deyək, y bərabərdir 3 yazmışamsa, onda tam, belə deyək də, dolmuş və dolma. Onda belə bir asılacaq yaza bilərik. B-yi tapa bilərik də uşaqlar. B-yi də burada tam paylasaq, B bərabərdir 15 olduğunu taparıq. 15-i də hardan tapdıq uşaqlar? Baxın, burada bu, belə deyək də, elektronların sayı, baxın, toplamı. Baxın, 4, 10, 12, 15. Yəni, z-nin tam dolmuş və tam dolmamış orbitalların sayından burada istifadə etməklə B-nin 15 olduğunu, yəni z-nin 15 protonu olduğunu tapdıq. İndi burada bizə nə deyir burada? X-i, y-ni, B-nin qiymətlərini tapın. B-yi buradan deməli 15 yazmışıq, yazaq. Biz y-i başdan x-i 7 tapmışdıq axı. Deməli, bunu 7 tapmışdıq. Sonra ikinci nə idi burada? Y-in qiymətini. Y-in qiymətini də necə tapa bilərik? Y-də minus 1. Elə buradan tapmışıq da y-in minus 1-i. Bax, buradan, elə deyək də, minus 1 bərabərdir 2 qiymətini qoyub. Y bərabərdir 3 olduğunu tapdıq. Burada da yenə
3 qiyməti yazıq da, onda 2-yə də 3 qiyməti. Yəni y bərabərdir 3. Bu da 15. Sonra baxaq suallara. Burada bizə şərt verir ki, 20-ci sualda eyni dövrdə yerləşən X atomunda olan elektronların sayı Y atomunun xarici elektron təbəqəsindəki elektronlar sayından 4 dəfə çox olarsa, uşaqlar, bax bu 4 dəfədən istifadə edəcəyik. A-nın qiymətini, yəni Y-nin protonlarının sayını qiymətini tapacağıq. X və Y2 əmləgətdə birləşmə molekulunda olan elektronun ümumi sayını tapacağıq. X-i burada bizə eyni dövr şərt verir. Bax bu eyni söz istifadə edəcəyik burada. X-in normal halda olan elektron konfigurasiyasını uşaqlar yazaq. Baxın, deməli 1s2 2s2 2p6 deməli 4 10 gəldi. 3s2 ilə bitir. Bu X elementinin tam elektron formuludur uşaqlar. Burada baxın. Burada bizə də şərt verir ki, X atomda olan elektronların ümumi sayı 12 dənə burada elektronu var da uşaqlar. Baxın, 12 dənə elektronu var. Y atomunun xarici elektron təbəqəsindəki P elektronlar sayından 4 dəfə çoxdur. Onda bu deyir ki, yəni Y atomunun xarici elektron təbəqəsində 12-ni 4-ə böləcəkdir. Yəni 3 elektron var. Yəni Y atomunun xarici elektron təbəqəsində P-in 3 dənə elektronu var. Bax bu şərti, yəni 12-ni, yəni bu 12-ni 4-ə bölürük. P-nin xarici elektron təbəqəsindəki o elektronların sayını tapır. Yəni Y-yi də paylasaq, uşaqlar, Y-yi də bilmirik, baxın. Amma eyni dövrdə yerləşdiyi üçün 3s2-yə qədər biz tamamlama eləməliyik. Yazırıq ki, 1s2 2s2 2p6 deməli yaza bilərik 3s2. Axı burada P elektronlarından söhbət gedir. Ona görə buraya yazırıq 3p3 yazdıq. Uşaqlar, yəni bu belə deyək də Y elementinin protonlarının sayını biz yazmaqla tapa bilərik. Baxın, bir də deyirik. Deməli, X atomda olan elektronların sayı 12-dir. Y atomunun xarici elektron təbəqəsindəki P elektronlarının sayını. Baxın, xarici elektron təbəqəsindəki 3p3-dür. Yəni 12 4-dən 3 dəfə böyükdür. Yəni 12-ni 4-ə böldük. Biz Y atomunun xarici elektron təbəqəsindəki P elektronlarının sayını tapdıq. Bir də ki, deyir, eyni dövrdür. Ona görə baxın, 3-ə kimi tamamlama elədik də. Yəni burada biz xarici elektron təbəqəsində fikirləşirik ki, eyni dövr dediyi üçün bunların hər ikisi 3-cü dövr elementidir. İndi buradan da A-yı biz tapa bilərik də. Burada baxın, bu kiçik rəqəmləri toplayıb. 1s2, 2s2, 2p6. Baxın, 1s2-də 2 elektron var. Belə deyək də onda. 2s2, 2p6-da 8 elektron var. 3s2, 3p-də 5 elektron var. Deməli, 8, 2, 10, 15. Deməli, A bərabərdir buradan 15. Yəni, Y elementinin 15 protonu var. Burada A-nı tapdıq. Yəni, A bərabərdir 15. Sonra nə edeyim tapam? X və Y-ni əmələ gətirib birləşmə molekulunda olan elektronların ümumi sayını. Uşaqlar, X və Y elementinin əmələ gətirib ümumi formula bu cür yaza bilərik. X-in bizim qaydamız var idi, uşaqlar. Biz deyirdik ki, X-in xarici elektron təbəqəsi 3s2 ilə qutarır. Elə deyil, bu metaldır. 3s2 ilə qutardıqca metallar həmişə elektron verir. Baxın, müsbət 2. Yəni, biz burada verdiyi elektronların sayısını qeyd etdik. Y elementi də 3s2, 3p3 ilə qutarır da. Biz də bu bilir 3-cü dövr, 5-ci qrupun əsas yarım qrup elementidir. Mütləq bu 3 dənə elektron alacaq, özünü P yarım səviyyəsini 6-ya tamamlayacaq. Yəni Y elementi X belə deyək də 3s2, bu 2 elektronunu bu da 12 yazaq. Y elementinə də 15 yazaq. Bu da 3s2, 3p3-dür. Baxın, bu 3 dənə elektronu itirir. Belə deyək, daha doğrusu 3 dənə elektron alır. 3s2, 3p6 elektron konfigurasiyanı, oktet təbəqə yaradır da orada Y elementi. X elementi də 3s2,
ilə qurtardıq üçün biz bir metaldır da o elektronu belə deyir, itirir. 2 dənə elektronunu itirir. İkiz 2 müsbət belə deyək, katyonuna çevrilir. Yaxud da ki, bunu elektron konfigurasiyasını da yazaq, itirir. Normal halda onun ionun elektron konfigurasiyası 2s2 2p6-ya belə deyək. Bu da oktet təbəqə yaradır. Burada deməli x2 elektron verdi, y də 3 elektron qəbul etdi, oktet təbəqə yaratdı hər ikisi. Burada da verilən alınan elektronlarda bizim qaydamız var idi. Üstünə yazırıq. X də deməli 3 elektron qəbul edibsə mənfi yüklənib. Burada y-nin üstündəki yükü x indeksinə yazırdıq. Bax belə bir qaydamız var idi. X, y, x3, y2 birləşməsi aldıq. X3, y2 birləşməsində də uşaqlar ya əkab tapırdıq 6. Bax belə bir qaydamız var. 6, 2, 3, 6, 3, 2. Yaxud da y-nin üstündəki yükü x-in indeksinə yazırdıq. X-in üstündəki yükü y-in oksidaşma dərəcəsi də deyə bilərik də y-in indeksinə yazırıq. Yəni bu x və y-nin əmrəgəti birləşmənin molekulu ümumi formu x3, y2-dir. Baxın, bax budur. Sonra indi nə deyir? Bu molekulda olan elektronların ümumi sayısıdır uşaqlar. X3, Y2-də də baxın. Uşaqlar burada da belə bir X3, Y2-də də uşaqlar. Deməli bir dənə X-də neçə dənə elektron var? 12. Elə deməli bu indeksinə baxın, burada 3-dür, y-də də 2-dir də, yəni 2 dənə atomdan ibarətdir. Onda baxın, yaza bilərik ki, bir X elementində 12 dənə orada elektron varsa, 3-ündə neçə olacaq? Onda yaza bilərik 3 vurulsun 12 bərabərdir 36. Yəni burada 36 elektron var X elementində. Bir Y elementinin uşaqlar tapmışdıq ki, B neçə orada A-necə tapmışdıq 15. Bir dənə Y elementi 15 elektronlu olarsa 2 dənə Y, 2 dənə Y-in, yəni 2 dənə Y elementinin 2 vurulsun 15 olar da. Yəni bunun da 30 elektronu olar. İndi burada tapdığımız 36 ilə 30-un cəmi elektronların ümumi sayını deyir. Baxın orada cəmi. Bu hər ikisinin də cəmi buradan. Biz bilir ki, top 30 üstəcə 36 bərabərdir 66. Yəni bizim burada cavabımız 66-dır. Yəni 2, 66 qoyuruq burada. 66. Baxaq, suallarımız qaldı mı? Çox sağ olun uşaqlar, diqqətinizə görə inşallah gələn yenə izahımız 8-ci sinif testindən olacaq. İnşallah B variantını imkan tapan kimi izah etməyə çalışacağım. Diqqətiniz üçün çox sağ olun. Bu arada əgər izahımı bəyəndinizsə kanalda abunə olmağı, bəyənməyi, paylaşmağı unutmayın ki, növbəti izahlarımız olsun. Çox sağ olun uşaqlar.